Zülallarla bağlı məsələlərdə izaha baxaq. Zülalların monomerləri amin turşulardır. Amin turşuların özünün içərisində amin qrupu olur və karboksil qrupu olur ki, ona görə bunlara amin turşular deyirlər. Amin turşular bir-birlərindən radikallarına görə fərqlənirlər. Amin turşu sərbəst halda çəkisi 128 atom kütlə vahididir. Zülalın tərkibində olduqda amin qrupundan bir hidrogen, karboksil qrupundan da bir OH ayrılır. Ona görə də suyun çəkisi qədər bundan çıxılır və zülalın tərkibində bunların kütləsi 110 olur. Yəni biz zülalın içərisindəki amin turşuların sayını bilmək istəsək, zülalın kütləsini 110-a bölərik. Lakin sərbəst halda amin turşuların kütləsi verirsə, nə qədər amin turşudan təşkil olunduğunu bilmək istəsəksə, 128-də hesablayırıq. Əgər zülal molekulunda rabitələrin sayı bizə lazım olursa, zülal molekulunda amin turşular ardıcıllığına bir-birlərinin peptid rabitələrlə birləşir. Birinci və sonuncu amin turşular bir peptid rabitə əmələ gətirir. Ortadakı istənilən amin turşu 2 peptid rabitə ilə digərləri ilə birləşibdir. Bizə çox vaxt məsələlərdə 2 peptid rabitə əmələ gətirənlərin sayını verir. Bunların sayını n qəbul edəsək, onda amin turşuların sayı n plus 2 olur. Bu bir zəncir üçün keçərlidir. Əgər zəncir sayı 2 olsa, 2 amin turşu zəncirindən ibarət olan zülal molekulu olsa, məsəl üçün insulin kimi və yaxud da ki, hemoglobin kimi 4 zəncirdən təşkil olunubsa, onda amin turşuların 2 rabitə əmələ gətirənlərin sayı hər zəncirdə 1 rabitə əmələ gətirənlər 2 ədəd, yerdə qalanlar isə 2 rabitə əmələ gətirənlərə hesab olunur.